Təşəkkür edirəm açıq söhbətə görə təşkilatçılara minnətdaram. Mən Azər müəllimin vətənsevərliyinə, kinosevərliyinə və yaxşı peşəkar təşkilatçılığına, prodüser və kreativ qabiliyyətinə şübhə eləmirəm. Hətta Kinematografçı İttifaqının ən yaxşı ssenari mükafatının da qalibi olub. Amma mən əminəm ki, o 50, 60, 70 yaşında heç belə təəssüf etmək istəməlisin ki, mənim əlimlə kinostudiyanı dağıtdılar, mənim əlimlə kinostudiyanı satdılar, mən bilmədim, bilsəydim bu işlərə baş qoşmazdım, təəssüfünü keçirmək istəməzdi. Çünki mən bu layihədə heç bir kəşf görmədim. Bunlar hamısı əlifbadır. Azər bəy, eynən layihə Mustafa müəllimin kabinetində, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin kabinetində Azərbaycan filmin heyəti də edib. Və Azərbaycan filmin indiki rəhbərliyi vəzifəyə təyin olanda Mədəniyyət Nazirliyinin məsul şəxsi mənə dedi ki, onlar məhz belə konseptlə gəliblər. İnvestorları cəlb eləmək və s. və proyekt konsepsiyasına yanaşmaq. Yəni, mən burada sizin səmimiliyində şübhə eləmirəm. Eynən göstərişi Rəşad müəllim Azərbaycan filmin heyətinə verə bilərdi və burada Azərbaycan film o layihəni təqdim edə bilərdi. Yenə deyirəm, mən Azərbaycan filmin fetişləşdirməsinin tərəfdarı deyiləm. Əgər bazar iqtisadiyyatının inkişafı nəticəsində Azərbaycan film heyətinin kreativ zəifliyi nəticəsində o bazardan çıxacaqsa, bu normaldır. Amma süni yolla, süni bankrotlaşdırma prosesi aparmaq lazım deyil. Bugün Azərbaycan Kinematografçı İttifaqına məktub gəlib, Mədəniyyət Nazirliyinin rəhbərindən ki, erməni mövzulu bizim əleyhimizə qısa metrajlı film Oscar mükafatı alıb, orada bir Bakı ermənisinin əhvalatı var. Rəşad müəllim, mən sizin də peşəkarlığınıza, niyyətlərinizin saflığına şübhə eləmirəm. Amma siz kinonun çox vacib bir məsələsini yaddan çıxardınız. İdeologiya. Heç bir investor ideologiya investisiya qoya bilməz. İdeologiya investisiya dövlət qoyur. Necə ki, Ulu Öndər qoyurdu, necə ki, bizim Ali Başkomandan qoyub və o pullar hesabda yatıb qalıb, onlar xərclənmir. Bugün Kino Agentliyinin fondunda pullar yığılıb qalıb. Kino ictimaiyyəti anlamır ki, niyə Kino Agentliyi təşəbbüs qaldırır ki, biz növbəti müsabiqəni eləmək istəyirik ki, pulu paylayaq. Pul isə paylanmır. Üz üstəm sualımı verirəm. Yəni, vaxt var, niyə yoxdur? Sual verirsiniz. Yox, sual da verirsiniz. Yəni, mən öz çıxışımı sual kimi də qoya bilərəm. Amma mən sizin narahatsızlığı, bu narahatlıq mənimdir. Mən o məktub bizə gələndə ki, erməni mövzulu filmlər çıxanda Kino İttifaqı da öz təşəbbüs, Rasim müəllim Balayev dedi ki, o filmlərə qarşı mübarizənin bir yolu var. Biz film çəkməliyik, bizim filmlər gibi. Film çəkilmirsə, biz onlara necə məktub yazaq ki, orada filan faktları dəyişdirib onu müsabiqədən sar. Filmləri çəkmək lazım. İstehsalın həcmi artırılmalıdır. Mən bilməm, qeyri-rəsmi məlumat, Maliyyə Nazirliyi bu il kinoya yatırımı azaldıb ki, pul qalıb xərcləmirsiniz. Budur ən böyüklər. O filming məsələsində bu artıq bazar yaranıb. Nərman Məmmədov, Emil Quliyev, Orxandır bu bazarı yaradıblar filmingdən əvvəl. Sazov Kömür. Cavab vermək istəyir, buyurun. Əlsən, sual verin. Yəni bu ittihamdır. Sual da verə biləm, Rəşad müəllim, niyə bu təşəbbüs Azərbaycan film rəhbərliyinə verilmir? Birinci sual. İkinci sual, niyə kinoya prezident tərəfindən ayrılmış pul xərclənməsi üçün müsabiqələr gecikdirilir? Layihə müsabiqələri gecikdirilir. Yaxşı işlər də var, post-production müsabiqəsi, əla, super. Amma layihə müsabiqəsi gecikdirilir süni yolla. Üzr istəyirəm, deyə bilərəm niyə gecikdirilir. Çünki, daha doğrusu şayə aidiyyatı qurumlar bir-birinə yola gedmir. Kimsə kimlə yola gedmir, kimsə sevmirsə, gedir şəxsi yolda. Əlisən müəllim, mən istəyirəm bir sizə... İki dənə sual verdim, xahiş edirəm sadə. Niyə pullar xərclənmir? Bir də Rəşad müəllim Əzizov bu layihənin, belə deyək ki, mənəvi atası olaraq çox yaxşı iş görüb. Niyə bu layihə Azərbaycan filmdən kənara gedir? Yenə deyirəm, Azərbaycan film olmamalısa olmamalı. Amma süni yolla yox. Təbii yolla. Əlisən, təşəkkür edirik. Çox sağ olun.